Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu müharibə təkcə iki ölkənin sərhədləri ilə məhdudlaşmasa, genişlənərsə və xüsusilə İran-Hörmüz boğazını bağlasa, nəticələr ciddi olacaq. Bu ssenari reallaşarsa, dünyanın neft infrastrukturunda ciddi pozuntular yarana bilər. Müharibənin bütün yaxın şərqi əhatə etməsi dünya bazarına çıxarılan neftin 50-60% azalmasına gətirib çıxara bilər. Hazırda belə bir təhlükənin ilk əlamətləri hiss olunur. Artıq dünya bazarına çıxan neftin 20% gecikir. İqtisadçı hesab edir ki, vəziyyət belə davam edərsə, neftin qiyməti $100 keçə bilər. Bu da özü ilə ciddi iqtisadi nəticələr gətirəcək. Neft qiymətlərinin sürətlə artması dünya üzrə inflyasiya təzyiqlərini gücləndirəcək. İnflyasiya artdıqca maliyyə bazarlarında qeyri-sabitlik yaranacaq. Bu isə birbaşa olmasa da dolayı yolla dolların məzənnəsinə təsir göstərəcək. Belə şəraitdə nəinki Azərbaycanda, bütün dünyada dolların qiymətində dəyişikliklər ola bilər.